Hər vaxtınız xeyir. Xoş gördük sizləri. Gözəl insanlar, məni dəstək verənlər, səhifəmizi like edib, komentar yazıb paylaşanlar, sadəcə izləyib ötənlər. Xoş gördük hamınız. Ümid edirəm ki, bu dediyimiz məsələlər, dediyimiz sözlər hər kəsə şamil olmasa da, hər kəs özü üçün onu prioritet olaraq götürməsə də, az bir qism insan bu gözəl, faydalı məsləhətlərdən nəticə çıxarıb özləri üçün gələcəyinə və elə bugünkü gündən başlayaraq da faydasını görməyə başlayacaqlar. Bu günləri artıq noyabr ayının 14-üdür və mən 14 gündür acılığa davam edirəm. Özünüz görürsünüz, bax, üzümü qıxmamışam təbii şəkildə, yəni özümə düzən vermədən qarşınızda dayanıram ki, hər bir şeyi siz necə insanlar sıravi şəkildə, necə normal şəkildə yaşayırlarsa, mənim də həyatımın o formada yaşamını hiss edəsiniz ki, insan üzünə, gözünə düzən verib, video hazırlayıb, efirə çıxmır bizim üçün. Nəsə bir yan fikirlərlə filan ki, mən özümə bu formada təqdim edeyim. Xeyr, hər şey təbii şəkildə, hər şey normada, hər şey, yəni öz gedişatında nə varsa birinci gündən bu 14-cü günə qədər, yəni 2 həftə bitənə qədər nə varsa onu sizə gündəlik olaraq təbii şəkildə göstərirəm. Mən bir neçə gündən sonra ola bilsin mən hesab alarım, məsələn, özümü təmizləyim, mən biraz üzüm işıllasın, biraz daha cavan görsənim. Yəni bunlar gündəlik necə yaşayırsansa, təbii şəkildə necə yaşayırsansa odur. Yəni onun göstərisidir. Bu da yansıyır. Yəni istəyir yatmağımız, durmağımız, işləməyimiz, gümrahlığımız, nə bilim, yorğunluğumuz, hər bir şey bizim üzümüzdə görsənən məsələlərdir. Yəni bunu heç bir şeydən, heç bir kəsdən də gizlətməyə nə fikrimiz var, nə bir fırıldaq eləmək fikrimiz var. Təbii şəkildə, rahat şəkildə insanlara bu hadisəni, bu baş verən bu gözəl dəyişikliyi əsasda mənim özümün əlbəttə ki, orqanizmdə, daxilimdə özümün yəni yaşadığım o hissləri nə qədər imkanım varsa həm təbii şəkildə göstərmək, həm də sözlə izah eləmək üçün olan məsələdir və bu da siz artıq bunu görürsünüz. 2 həftəmiz tamam oldu. Yəni bu prosesi bir gündə etmək mümkündür. 3 gündə etmək mümkündür, 5 gündə mümkündür. Yəni bunun 5 gününü eləyən insanlar çoxdur. Və yaxşıdır da ki, 5 gün eləyirlər və sonradan yenə də öz normal vəziyyətlərinə qayıdırlar. Bir həftədə eləyirlər, bu biraz daha yaxşıdır. 10 gündə eləyirlər, o ondan daha üstündür. Yəni sağalmaq baxımından, autofagiya prosesinin daha uzun sürə işini görmək baxımından və yeni hüceyrələrin istehsalı baxımından. 2 həftə isə bunların içində ən yaxşısıdır. Yəni artıq mən o 2 həftəni ən yaxşısını demək olar ki, bitirdim bu günləri. Yəni 2 həftəni sizə göstərmişəm. İndi bundan sonra ola bilər ki, məsəl üçün bu 3 gün daha uzansın və yaxud 4 gün uzansın və yaxud 5-6 gün uzansın, məsələn 20 günə qədər çata bilər. Ola bilər ki, məsəl üçün 17 gün olsun, 18 gün olsun, 19 və yaxud 20 gün olsun. Bu artıq mənim özümə bağlı olan bir məsələdir. Yəni 20 günü belə biz özümüz özlüyümüzdə, yəni 20 günü bilirik ki, yəni bunu tamamlaya da bilirik və bundan o tərəfə də artıq ehtiyac yoxdur. Amma əslində bugünkü də mənim çəkimi də götürsək, indi mənim elədiyim və mənim də çəkimi götürsək, hansı çəkidəyəm artıq, mənim üçün bu 14 gün tam yetərlidir. Yəni bundan artıq mən çəki atmaq fikrim yoxdur. Orqanizmin çəkisinin getməsinin fikri yoxdur. Nəyə görə deyirəm onu? Çünki
Yəni axı mən hər zaman idmanla məşğul olduğum üçün, yəni mənim əzələlərimin kütləsi çox olduğu üçün mən böyük görsənmişəm. Yəni çəkimdən hər zaman böyük görsənmişəm. Soruşanda mən deyirdim ki, məsələn filan çəkidəyim bir o bəs yekə görsənirsən, necə olur belə? Deyirəm abi əzələ hüceyrələri böyük olduğu üçün, çəkisi az və özü böyük olduğu üçün yağ hüceyrələri ilə müqayisədə ona görə də o şişir və böyüyür, çəki isə çıxırsan tərəzidə az göstərir. Yəni bunun belə bir görüntülü bir funksiyası da var və məni hər zaman elə görüblər deyə indi təsəvvür edin gəlirlər. Eldar müəllim, bəs siz niyə belə arıqlamısınız? Siz öyrəşməmişik belə görməyə, üzünüz bu formada, bədən yəni kiçilmə var, siz hər zaman yekə görsənmirsiniz. Yəni mənim məqsədim indi onlara da deyirəm, həmin o dostlara, məni görən, bilən insanlara deyirəm ki, mənim məqsədim həm özüm üçün, həm də ümumi kütlə üçün bu məsələdə insanlara göstərməkdir ki, yəni biz sağala hər bir şey eləməliyik. Yəni orqanizmimiz sağlam olaraq bu prosesləri həyata keçirməlidir. Və mənim məqsədim daxili orqanları sağlam saxlamaqdır. Həmin onu da mən bu vasitə ilə sizə göstərirəm ki, yəni bunu etdiyim zaman artıq necə yağlardan da canım qurtarır, həmin o iltihabi proses aradan qalxır. Yağ hüceyrələrinin içində olan həmin o atıqlar, həmin o zərərli maddələr hamısı yoxa çıxır, yağla bir yerdə əriyir, itir və orqanizm artıq saat kimi işləməyə başlayır. Və ona görə də mənim çəkim aşağı düşür. Yəni görürəm ki, çox düşür. İndi çəki aşağı düşdüyü üçün mənim əslində 14 gündə bunu saxlamalıyam. Mənə yetərlidir. Yəni o düşən çəki ki məndə bu dəqiqə var. Mənim yəni boyuma görə və əzələ kütləmin böyüklüyünə və yaxud kütlənin özünə görə, özünə qədər nə qədər ki var, ona görə, görünüşə görə mənim üçün indiki çəkim bəs eləyir. Yəni bu 14 gündə mən bunu artıq bitirib saxlaya bilərəm və proses də çox da gözəl öz yerində gedir və danışa bilərəm ki, artıq qidanı necə qəbul eləmək lazımdır ki, qida birdən-birə yerinə kəskin surətdə qayıtmasın və yaxud mədə yüklənməsin, ağırlıq əmələ gəlməsin. Çünki mədəni orqanizmi 14 gün biz boş saxlamışıq və birdən-birə onun içinə ağır qidaları heç cür tökə bilmərik ki, nədir, mən arıqlamışam, deyim ki, filan qədər çəkidə, indi nə gəldi, basım yeyim. Xeyr, bu çox yəni, səhv bir fikir olar, belə bir şey olmayacaq. Əlbəttə ki, qidaya başlamamışdan öncə mən bu barədə video hazırlayacağım və deyəcəm hansı şəkildə yavaş-yavaş yəni o qidalardan yeyib mədəyə ötürəcək və onlar sorulacaq və tərkiblərində olan vitaminlər, mikroelementlər öz yerlərinə oturacaqlar və bizi daha da gümrah edəcək və yavaş-yavaş xırda-xırda yeməyimizi artıra gəlib istədiyimiz rahatlığa çatacaq və ondan sonra orqanizm özü nə qədər çəkini saxlayacaqsa, nə qədər artım olacaqsa onu bizə göstərəcək. Müəyyən qədər su oranı təzədən yenə qayıdacaq orqanizmə. Yəni istər-istəməz yediyimiz qidaların içində az miqdarda da olsa, yəni orada karbohidrat və şəkər olacaq. Yəni çevrilmələr nəticəsində onsuz da o olur. Ona görə biz deyirik ki, yeməyin bu karbohidratı, yeməyin bu şəkəri ki, yediyimiz qidalar nə qədər təbii şəkildə yediyimiz qidalar olsa da, onlar tam protein söhbəti olan bilən bir şey yoxdur və yaxud tam yağ ola bilən bir şey yoxdur. Hamısının tərkibində müəyyən qədər protein, müəyyən qədər karbohidrat, müəyyən qədər yağ, müəyyən qədər başqa elementlər var. Ona görə biz onların içində ən çox zülalı olan və ən çox yağ olanları istifadə edirik ki, yəni bu da orqanizmə yalnız və yalnız fayda verir.
Sadəcə olan tərkibində də yenə o karbohidrat bizə lazım olan qədər yenə də var. O da ki, yəni olması gərəkən bir şeydir. Biz onu onsuz olmur. Yəni bu olmalıdır. Bu qədər. Bu günlərdə bu məlumatları sizə verdim. Yenə də dəstək olun, like edin, komentar yazın, suallarınızı gözləyirəm, repost edin, yəni önə çıxmaq üçün. Təkrar paylaşım deyirlər, altdan xətt var, onun üstünə basan kimi birinci düymə gəlir, repost yazılır və yaxud təkrar paylaşma. Onun basanda videomuz təkrar paylaşsın sizin səhifəndən. Dəstək olun, kanalımız böyüsün, insanların sayı böyüsün, abunəçilərimizin sayı böyüsün. Daha böyük kütlənin qarşısına çıxaq və faydalansınlar, görsünlər bizi, faydalansınlar. Suallarınızı açığıq, buyurun suallarınızı verin. Cavabınızı bizdən alarsınız. Sağ olun, yeni video çəkilişində görüşmək üzərə. İnşallah sabahları hamınızı gözləyirəm.